Bu videonu mən xüsusi olaraq bir sual üçün çəkirəm. Çünki mənə çox yazırlar. Fərhad, bu 2x nədir? Bu kurs nədir? Nə öyrədirsən? Kimə uyğundur? Nəticə verirmi? Bu videoda mən bütün bu suallara açıq cavab verəcəm. 2x nədir? Necə işləyir? Niyə fərqlidir? Kimə uyğundur? Kimə uyğun deyil? Hamısını danışacağım. Bu satış videosu deyil. Bu izah videosudur. Çünki mən inanıram ki, düzgün məlumat alan insan düzgün qərar verə bilir. Gəlin əvvəlcə problemi aydınlaşdıraq. Mən Azərbaycanda uzun illərdir sahibkarlarla işləyirəm. Kiçik biznesdən tutmuş iri biznesə qədər. Və bir müşahidəm var. Azərbaycan sahibkarı çox zəhmətkeşdir. Çox işləyir, çox çalışır. Amma əksəriyyətin xalis mənfəəti göründüyü işin həcminə uyğun deyil. Dövriyyə var, amma mənfəət azdır. Biznes işləyir, amma böyümür. Sahibkar yorulur, amma zənginləşmir. Niyə? Çünki sahibkara lazım olan təlim yoxdur. Bizim bazarda nə var? Motivasiya kursları. İnan özünə, çox çalış, uğur gələcəkdir. Ya da satış kursları. Daha çox müştəri tap, daha çox sat. Marketing kursları. Reklam ver, brend qur. Liderlik kursları doludur. Komanda idarə et, vizyon qur, strateji planlama və s. Bunların hamısı faydalıdır. Amma heç biri tam mənzərəni vermir. Sən satış kursuna gedirsən, satış öyrənirsən, amma mənfəəti yox. Marketing kursuna gedirsən, müştəri gəlir, amma marjan düşür. Liderlik kursuna gedirsən, vizyon qurursan, amma rəqəmlərini bilmirsən. 2x fərqli bir proqramdır. 2x bir sistemdir və bu sistem sahibkarı bütövlükdə inkişaf etdirir. 2x sahibkarı xalis mənfəətini 2 dəfə artırmaq üçün hazırlanmış kompleks təlim sistemidir. Diqqət edin, xalis mənfəət dedim. Dövriyyə yox, satış yox, xalis mənfəət. Çünki dövriyyəni artırmaq asandır. Daha çox reklam ver, daha ucuz sat, daha çox işlə. Amma bu sənin cibinə pul qoymur. Xalis mənfəət bütün xərclərdən, sənin maaşından, vergidən sonra qalan real puldur. Bunu artırmaq əsl böyüməkdir. 2x 3 moduldan ibarətdir. Hər modul bir-birinə bağlıdır. 2x 3 moduldan ibarətdir. Hər modul bir-birinə bağlıdır. Birinə atlası olmaz. Çünki növbəti modul əvvəlki üzərində qurulubdur. Birinci modul özünü və komandanı tanıdır. Bu heç bir biznes kursunda olmayan moduldur. Mən bilərəkdən bunu birinci modul kimi qoymuşam. Çünki 28 illik təcrübəm mənə göstərib ki, biznesin ən böyük darboğazı biznes alətləri deyil, sahibkarın özüdür. Bu modulun birinci hissəsi sənsən, sənin inanc sistemləridir, sənin qorxularındır, vərdişlərindir. Niyə hər şey özün etməlisən? Niyə qiymət qaldırmaqdan qorxursan? Niyə işçiyə etibar edə bilmirsən? Niyə rəqəmlərdən qaçırsan? Bu sualların cavabı sənin keçmişindədir, sənin psixologiyandadır. Və bunlar aşmadan növbəti modullar işləməyəcəkdir. Sən biznes tablo ya da dashboard deyirik buna, quracaqsan, amma ona baxmayacaqsan. Satış sistemi quracaqsan, amma tətbiq etməyəcəksən. Qiymət strategiyasını hazırlayacaqsan, amma icra etməyəcəksən. Buna görə proqram özü tanımaqdan başlayır. Öz blokların haradadır? Səni geri çəkən nədir? Sən hansı sahibkar tipinə aidsən? Və bu tipin güclü və zəif tərəfləri nədir? Bu modulun ikinci hissəsi komandadır. Çünki sən tək deyirsən. Sənin yanında insanlar var və ya olmalıdır. Amma düzgün insanlardırmı? Sənin dəyərlərini paylaşırlarmı? Hara getdiyinizi bilirlərmi? Hər birinin rolu aydındırmı? Əksər sahibkarlar işçi tutur, amma komanda qurmur. Arada böyük farq var. İşçi sən deyəni edir, komanda üzvü sən deməsən də hara getdiyini bilir və öz sahəsində qərar verir. Nəticəyə görə məsuliyyət daşıyır. Birinci modulda biz sənin komanda strukturunuzu analiz edirik. Kim doğru yerdədir, kim səhv yerdədir, kim sənin dəyərlərinə uyğundur, kim sadəcə maaş üçün gəlir. Və ən əsası, sən komandana nə gözlədiyini aydın şəkildə deyə bilirsən. Bu modul çətin moduldur, amma ən vacib moduldur. Çünki sən böyüməsən, biznes böyüməyəcəkdir. Sənin komandan güclü olmasa, sistem işləməyəcəkdir. İkinci modul rəqəmlərlə əməliyyat sisteminin qurulmasına həsr olunubdur. Bu modulda biz sənin biznesin əməliyyatlar sistemini qururuq. Necə kompüterin əməliyyat sistemi olmasa işləməz, sənin biznesində rəqəmlərə əsaslanan əməliyyat sistemi olmalıdır. Əks halda sən gözü bağlı idarə edirsən. Bu modulda 3 əsas işi görürük. Birincisi, əsas göstəriciləri müəyyən edirik. Sənin biznesin ən vacib rəqəmləri hansıdır? Marja, müştəri əldə etmə qiyməti, müştərinin ömürlük dəyəri, orta çek, təkrar satışın nisbəti, xalis mənfəət.
Bunların hər birini hesablayırıq. Əvvəlki videolarda bunlardan danışmışdım. Amma bu modulda sən öz biznesini konkret rəqəmləri ilə hesablayırsan. İkincisi, dashboard və tablo qururuq. Dashboard nədir? Sənin biznesinin sağlamlıq panelidir. Necə ki, avtomobil panelində sürət, benzin, motor temperaturunu görünür, sənin biznesində paneli olmalıdır. Bu panelə hər gün, hər həftə, hər ay baxıb, dəqiq bilirsən ki, biznes sağlamdır, yoxsa yox. Hansı göstəricilər yaxşıdır, hansılar kritikdir. Süni intellektdən bu işdə çox istifadə edəcək. Dashboardu birlikdə quracaq. Mürəkkəb Excel və ya proqram təminatına öyrənmək lazım deyil. Sadə, aydın vizual panel. Hər gün 5 dəqiqə baxırsan, vəziyyəti görürsən. Və üçüncü, qərar vermə sistemini qururuq. Rəqəmləri bilmək kifayət deyil. Onları oxumağı bilmək lazım. Misal üçün, marja düşəndə nə etməlisən? Müştəri əldə etmək xərci artanda hansı reaksiya düzgündür? Təkrar satış nisbəti aşağı düşəndə problem haradadır? Bu modulun sonunda sənin əlində işləyən sistem olacaqdır. Hər ay oturub rəqəmlərinə baxırsan, dashboarda baxırsan və dəqiq bilirsən ki, bu ay nəyi yaxşılaşdırmalısan. Bu hisslə idarə etmə, faktla idarə etməyə keçiddir və bu keçid hər şeyi dəyişir. Üçüncü modul gəliri şuurlu şəkildə artırmağa yönəlibdir. İlk iki modulda sən diaqnostika etdin, özünü tanıdın, komandanı düzəltdin, rəqəmləri öyrəndin, sızmaları tapdın. Üçüncü modulda biz hücuma keçirik. Amma gözü bağlı yox, rəqəmlər əsasında mühəndis dəqiqliyi ilə qurulmuş böyümə. Bu modulda 4 əsas iş görürük. Birincisi, sənin təklifini yenidən yazırıq. Bu ən vacib addımdır. Əksər sahibkar öz xidmətini funksional dillə təsvir edir. Misal üçün, biz tikinti işləri görürük, biz mühasibatlıq xidmətləri veririk. Bunlar kateqoriyadır, təklif deyil. Kateqoriyanı müqayisə etmək asandır. Qiymətə baxıb başqasını seçmək asandır. Güclü təklif isə konkretdir, nəticəyə fokuslanır, riskli müştərilərdən götürür. Biz sənin təklifini elə formata salırıq ki, müştəri baxıb desin ki, bunu almamaq ağılsızlıq olardı. Qatacağımız dəyər formalaşdırırıq. Müştərinin aldığı hər şeyi siyahıya alırıq. Hər birinin dəyərini göstəririk. Nəticədə müştəri görür ki, aldığı dəyər ödədiyi qiymətdən qat-qat çoxdur. İkincisi, qiymət psixologiyası. Niyə sahibkar ucuz satır? Çünki müştərini itirmək qorxusu var. Çünki qiyməti rəqibə görə qoyurlar, dəyərə görə yox. Çünki qiyməti tətbiq etmə psixologiyasını bilmirlər. Bu dərsdə biz 4 qiymət strategiyasına keçirik. Dəyər əsasında anchoring dediyimiz və istinad metodu, paket və abunəli qiymətlərinə. Hər sahibkar öz biznesinə uyğun strategiyanı seçir. Üçüncüsü, satış prosesini sistemə çeviririk. Sən müştəri ilə necə tanış olursan, necə qiymətləndirirsən, necə təklif edirsən, təklifi necə bağlayırsan, satışdan sonra nə edirsən. Əksər sahibkar bu suallara cavabı yoxdur. Hər dəfə fərqli olur. Hər müştəri ilə danışır. Biz 5 mərhələli satış boru xəttini, pipeline deyirik, qururuq. Tanınma, maraq, qiymətləndirmə, qərar, saxlama. Hər mərhələnin tətikləyiciləri var, cavabdeh şəxs var, kommersiya hədəfi var. Və ən vacibi 3 müştəri etirazı. Bahadır, düşünməliyəm, ortağımla məsləhətləşməliyəm, hazır cavab çərçivəsini yazırıq. Satış prosesi olan sahibkar 3 dəfə çox konversiya edir, yəni daha çox müştəri ona qayıdır. Çünki improvizasiya etmir, sistem işlədir. Və dördüncüsü, 90 günlük böyümə planı. Bu, bütün proqramın baş sənədidir. 3 modulun nəticəsi bir icra planına yığılır. Həftə-həftə prioritetlər, hər ay ölçülə biləcək rəqəmlər, 12 aylıq xalis mənfəət hədəfləri. Bu plan qrup sessiyalarında təqdim olunur. Hər rübdə dip sessiyasında nəzərdən keçirilir. Plan başında olan sənəd deyil, şahid tutulmuş bir öhdəliyimizdir. İndi vacib sual. Bu kurs kimə uyğundur? 2x ən azı 1 ildir fəaliyyət göstərən sahibkarlar üçündür. Əgər sən hələ biznesini açmamısansa, bu kurs sənin üçün deyil. Çünki burada biz mövcud biznesi optimallaşdırırıq. Mövcud rəqəmlərlə işləyirik. Əgər rəqəmlərin yoxdursa, optimallaşdırılacaq bir şey də yoxdur. 2x dövriyyəsi var, amma mənfəəti görməyən sahibkarlar üçündür. Əgər hər ay pul gəlir, pul gedir, amma sənin cibində heç nə qalmırsa, bu kurs sənin üçündür. 2x yorulmuş sahibkarlar üçündür. Əgər sən gündə 12-14 saat işləyirsənsə, hər şey özün edirsənsə və buna baxmayaraq böyüyə bilmirsənsə,
Bu kursda çıxış yolunu tapacaqsan. 2x ciddi sahibkarlar üçündür. Əgər sən motivasiya videosunu izləmək istəyirsənsə, YouTube-da pulsuz minlərlə video var. 2x iş görmək istəyənlər üçündür. Kursda tapşırıqlar var, hesablamalar var, öz biznesinə tətbiq etmək var. Bu rahat kurs deyil, bu nəticə verən kursdur. 2x kimi üçün deyil. Əgər sən hər şey yaxşı getdiyini düşünürsənsə və heç nəyi dəyişmək istəmirsənsə, bu kurs sənə lazım deyil. Əgər sən inanırsan ki, problem bazardadır, rəqiblərdədir, iqtisadiyyatdadır və sən edəcəyin heç nə yoxdursa, bu kurs sənə kömək etməyəcəkdir. Çünki 2x məsuliyyəti öz üzərinə götürən sahibkarlar üçündür. İndi kursun strukturunu və paketlərini sizə izah edim. 3 paket var. Hər biri fərqli səviyyədədir. Sən öz ehtiyaclarına uyğun olanı seçirsən. Birinci, sadə paket. Bütün video dərslərə tam giriş, hər 3 modul üçün bütün tapşırıqları, bütün şablonları, bütün süni intellekt alətlərini, üstəgəl 6 həftə ərzində qrup chatına giriş, suallarınızı yazırsan, digər sahibkarlarla fikir mübadiləsi edirsən. Bu paket özü öyrənən, özü tətbiq edən sahibkarlar üçündür. Bütün bilik sənin əlindədir. Tətbiq edirsən, özün edirsən. İkinci paket, peşəkar paketidir. Sadə paketdəki hər şey daxildir. Üstəgəl 3 canlı seminar. Hər modulun sonunda bir seminar. Hər biri 4 saat üzbəüz olmaqla. Bu seminarlarda sən 10 nəfərli qrupda fasilitatorlarla birlikdə işləyirsən. Öz biznesin rəqəmlərini gətirirsən, tapşırıqlarını birlikdə edirsən, real vaxtda sual verirsən. Hər seminarda bilavasitə mənimlə 1 saatlıq sessiyada suallarınıza cavab verirəm. Planlarınıza baxıram. Əlavə olaraq kofe fasiləsi və nahar da daxildir. Peşəkar paket bilməklə etmək arasında körpüdür. Sən tək qalmırsan. Üçüncü paket, VIP paketi. Bu, ciddi sahibkarlar üçündür. Peşəkar paketdəki hər şey daxildir. Üstəgəl, 1 il ərzində mənimlə şəxsi konsultasiya. 12 ərzində 8 sessiyamız olacaqdır. Hər rübdə biz oturub, sizin rəqəmlərinizə baxırıq, planı nəzarətdən keçiririk, lazım olan düzəlişlər edirik. Bu 12 ərzində mən sizin strateji tərəfdaşınız oluram. VIP paketdə başqa heç bir kursda tapa bilməyəcəyiniz 2 fərqli məqam var. Birincisi, 2x zəmanəti. Əgər siz razılaşdırmış planı icra etsəniz və 1 il ərzində xalis mənfəətinizi 2 dəfə artmasa, ödənişlərinizi tam geri qaytarıram sizə. Mən bu zəmanəti verirəm, çünki bu sistem işləyir. Və ikincisi, media tanıtımı. Bu 12 ərzində siz ya Potensialist podkastında, ya da Fərhad və Şirkət televiziya verilişində qonaq olacaqsınız. Üstəgəl Fərhad Pərvizinin bütün sosial media platformalarınızda sizin biznesiniz haqqında 5 reels yayınlanacaqdır. Bu sizin biznesiniz üçün 100 minlərlə auditoriya qarşısında tanıtım verəcəkdir. Təkcə bu media dəstəyi bir çox sahibkarlar üçün VIP paketin dəyərini qaytarır. Amma VIP paketi hamı üçün deyil. Bu öz biznesini növbəti səviyyə aparmağa hazır olan, vaxt və enerji ayırmağa hazır olan və nəticəyə ciddi yanaşan sahibkarlar üçündür. Ən azı 3 il fəaliyyətdə və ən azı 3 işçisi olan şirkətlər bu paketə qoşula biləcəkdir. Əgər önünüzdə bu əminliyi hiss edirsinizsə, müraciət edin, müqavilə şərtlərini sizə təqdim edək. Bu paketə qoşulmaq xüsusi şərtlər də olacaqdır. Bu barədə sizə məlumat verəcəyik. İndi sənə son sözümü deyim. Və bu kurs haqqın deyil, bu sənin haqqındadır. Sən sahibkarsan, sən hər gün risk edirsən, hər gün qərar verirsən, hər gün çətinliklərlə üzləşirsən. Bunu edən insan güclü insandır, ağıllı insandır. Mən sənin biznesini səndən yaxşı qura bilmərəm. Amma çoxlu alətlərlə səni onu böyütməyə kömək edə bilərəm. Çünki Azərbaycanın gələcəyi böyük şirkətlərdə deyil. Azərbaycanın gələcəyi güclü, ağıllı, sistemli, kiçik və orta biznes sahibkarlarındadır. Dünyanın ən uğurlu iqtisadiyyatları məhz belə sahibkarlar qrupdur. Mən inanıram ki, Azərbaycanda da bu mümkündür. Və 2x bu yolda mənim tövhəmdir. Əgər bu videoda dediklərim sənə tanış gəlirsə, Pərvizi.org saytına daxil ol, kursla tanış ol, qeydiyyatdan keç. Sənin biznesin 2x böyüyə bilər. Sual yalnız budur. Sən buna hazırsan.